Bacanaqlar serialı başladı. Tuttum seni. Neydi senin planın ha? 2 gündür ben burada yatıram seni güdürəm. Ne gelmişsen ben de bilim senin nedir sen planın ha? Haradasan da? Haradasan? Ha? Bacının əlindən gələ bilirəm ki, mənə dediği sözlərə bax. Ne değil? İncə belliyim, al yanaqlıyım, bal dodaqlı. Evet. Ne olur? Pis sözlü təhqir edir səni. Hiçbir kadının ərinə, kişisinə demədiği sözler diyor da. Məhəbbət, ağlının başqaydı ha. Senin ayağından tutaram, patologa lüstr əvəzinə vuraram. Ağzına da lammışqa bağlayaram, otağa şık satarsan ha. Dəli şeyəm ben şıkallı demek. Ay Talih, başa düşmədimi? Sən niyə məhəbbəti lüstr əvəzinə patoloqa vurursan, ey? Lüstrümüz xoşuna gəlmir ki? Heç nəçə. Bilmiyorum. Ay ama. Ay qardaş, heç fikir eləmə. Belə əcib elib ot qoymusan onlara, çıxıb gəlmisən. Belə yaxşı eləmisən. Gedib anam gildə rahat-rahat qalarsan qardaş. Hep böyle bırak başlarını ye. Qoy getsinlər o yana. Hə. Anasıcı da ne kalır ha? Hı? Ölüp baysı, ölüm sensen. Allah eləməsin qardaş yox. Qaqa, ay qaqa, mama oğlu. Gəlib başıncıda qalarsan ha. Sağ ol Abbas. Sağ ol Abbas. Laf yaxşı. Hə ay qardaş, Abbas düzləyir. Gələrsən biz də qalarsan. Biz yatarıq divanda. O bizim qəşəng duspalna kravatımız var. Orada sən yatarsan. Səhəcə belə rahat olsun belə qəşəng. Aha biz divanda yerləşməyəcəyik. Ama bilirəm bana ne deyirsən. Tut ki biz kravata yatar, kardeşim divanda. Necə məsləhətdir? Ay qız, qismət gecədə evə gəlməyib, bugün də işə gəlməyib. Necə də rahat otura bilirsən? Bir sən gələ maraqlan da. Ay qız, bilirəm də anası gilə gedib. Bir həftə də gözləyəcəm. Əgər qismət gəlməsə, mayılı da götürüb gedib evlərinin qabağında gəzəcəm. Bax, ondan sonra görərsən qismət necə yalvarı yarala gələcək. Raf mənim 100 kisə astardan. O birisindən 120 kisə. Hə, mənim gün, yaxşı, oldu. Yox, mən Rıza balaya vermişəm, gətirməlidir. Hə, birazdan gətirər. O 20 manat eləyircəm. 20 manat sən orada bizdə qalıb da 20 manat. Onu da qaytararam. Yaxşı, oldu Rafman, oldu. Nətər yanı? 2 kisə o birisindən demişdin, 3 kisə bu. Ay sağ ol, hə, yadınızdan çıxıb deyəsən.
Oldu Rahman. Oldu sağ ol. Mətər sən odur. Görüşürəm də buna hərəkət deyirsən ha. 2 saatdir qalıb. Məhəbbət, Ha. o nə söhbətdə eşitmişəm taliyə şillə vurmuza. Yaxşı deyil, qardaş. Səndən qabaq o mən vurmuşam. Hə. İkimiz də şap başırıb şapalaqlayırıq, yeri yoxdular. Sən öz şillənlə mənim şilləmi bir tutma da. Mən vuranda nizapını vururam. Cəmaat baxıb deyir buna da bunu lapatka ilə mı döyüblər? Məhəbbət, qolumun gücünə belə çox inanırsan. Ha mənə? Gəl onda birini mən sənə vurum, birini də sən mənə. Ha davay, Nə razısın. olur? Mən razıyam. Ha sən yumruq vur, mən şapalaq vuram. Yox. Davay, razıyıq. Davay. Sən birinci sən vur. Ha, elə mən başlayıram elə. Hə də bir dəqiqə alınmır, bir dəqiqə deyən. Alınmadı. Nə oldu məhəbbət, qorxdun? Sənin bəxtin gəl, qorxdun da da. Məhəbbət heç pişikdən qorxmur, qaldı səndən qorxmur. Mən bugünkü şapalaq limitim tutarıb da. Biraz vardı onda hamısını talihə vurdum tüm şapalaqların hamısını. Sən belə də sən görüm çox həvəslisən sabahlarsan. Hə, həvəsliyəm. Yavaş çiğnim qopdu. Sabah saat 9'un yarısından gələrsən şapalaqlaşarıq. Elə dükkanı açanda bir dənə şapalaq vurarım. Səhər. Sabah saat 9. Ha, yaxşı. Davay. Oldu. Davay. Sevdim. Git kardeşine dağ su getir. Yaxşı. Boşuna durma ağlama. Ben başa düşe bilmedim. Başa düşe bilmedim. Məhəbbət belə qudurubdu ki. Sana şillə vurur. Ben dedi ki. Ha? Ondan da ben şillə vururum. Şap değil. Hadi qadın alın. Mətləbi başa düşürük. Biz qudurtmuşuq mətləbi. Və məhəbbət də qudurub. Ölüm ayağımda. Kalmışım ben burada çi gözlerini aldım. Şımardım sürmüş şabalak şapmadım. Yüzümü. Yok hiç ölüm ayağımda. Boşuna dönüm ağlama qadın alım ağlama göreyim. Az ne oldu Dağsu? Ay mama sen elə danışırsan ki mən bu şəhərin ortasında dağı hardan alım talihə dağ su gətirim. Göreyim bu da bu. Sabahın xeyir. Buyur açarı. Ha, Mamoğlu. Yaman yatırmışsan. Ha. Nətər yatdın? Yaxşı, sağ ol, yaxşı. Mamoğlu, gecə verəndən sən narahatçılıq zadı olmadı qaqa. Yo. Gördün. Sağ deyirəm ki, qardaşın heç nə işitməyib. Səni başlamısan ki, uşaq qoymadı yapma. Mamoğlu, bir hər yer görüm səndən işin var qaqa. Azardan sən kalkulatoru get görün bana. Ay nene, ben qismətdə də günah görürüm. Amma səndə də az yoxdur ki. Ay nene, sən evin ağ bir şeysən. Qismətdə kişi xeyli ağdır. İldə ayda bir dəfə əsəbləşibdir. Ay nene, sənə də yaraşmaz axı qismətlə dimdik durub söz güləşdirməyə. Biriniz odalanda biriniz solunda. Qismət od olub püskürəcək. Qismət od olsa, mən də belə pajarını şlankı ilə qisməti söndürəcəm. Ay nene, mən sənə deyirəm dəndən demə, sən mənə deyirsən bəndən bəmə. Ay nene, bəs yaxşı. Qismətin anası bilsə ki, qismət acıq eləyib gedib. Niyəsən, ha? Ay at olan qismətin anası. Nene, bu xəmir çox su aparacaq. Ay biraz ehtiyatlı ol da. Aslında səhər bu məhəbbət bir tərəfinə vurur sənəm, bir tərəfinə mətlə vurur. Ağzımı tərpədən bura be.
Sənin bəxtin sən nə də gətirib? Bəxtin onu da gətirib ki, sənin çənən balacadır. Yoxsa bu yeznələrin zərbələrindən çənən 100% yerindən çıxardı ya. Məndə də təqsir. Gül kimi pərdə vardı. Məni görəndə ayağa durardılar, eləyərdiler. Özüm pərdəni ardından götürdüm. Özdə axırın çərşənbədə. Gəldim ki, məhəbbət, mətləm, gəlin bu... Molla mindi oynayaq. Dedilər, ay, qadına sən böyürsən, yaraşmaz buna söhbət edəcək. Molla mindi? Dedim, səmiyyət xətrini oynayaq da. Dedilər, yox, dedim, mən yox, könlümə molla mindi düşürdü. Siz olmayayız, başqasını tapıb molla mindi oynayacağım. Mən beynimə düşürsə oynayacağım. Aslında xətrinə, səmiyyət xətrinə durduq, molla mindi oynadı. Ondan sonra bütün pərdə getdi. Talih müəllim, molla mindini gözləmirdim. Yəni, açığı mən sənə deyim ki, sən əməlli başı kütbeyinli eləmirsən, ha? Mən deməydim. Yox, nə kütbeyini? Buna kütbeyinli deyilmir. Sən taxtabaşsan. Əgər bunu eləmişsənsə, taxtabaşsan. Demə da. Hələ mən yaxşıyam, taxtabaşlıq yox. Bunu elədiyimə görə sənə qanmaz deyərlər, qanmaz. Deyirəm da, nə dişinin dibindən çıxar mənə deyirsən. Kimə mən səndən ötərim. Özün qalalı, ha. Qaq, indi mən deyirəm ki, sən bir 50-dən 60 mindən nəyin var üstündə qoya basan bura. Qəşə bu restoranı böyüdəcək gəldə, qazanaq da 2 qardaş. 10 ver, məni təmsil etmə. Abbas, mən evdən çıxanda nəyim var idi? Evimi, eşiyimi, dərzini, hamısını olaraq qoydum, bir dənə pencəyimi götürüb çıxdım. Nədən? Sən onu belə şey var da, kart kimi, metro kart edin. Ha, kredi kartı. Ha, kredi kartını alın. Ay, onu da vermişim ona. Günü bu gün səni boşuz gələrim Natasha ilə. Gittin leş qardaşını gətdin yıxdın üstümə. Ay qardaş, qurban ol, sən evi zadı, hər şey vermişsən Ceyrangilə. Hadi hamısını verdim də. Abbas düz deyir də, leş sənə leş. Abbas qurban ol, sən narahat olma. Mən özüm hər şeyi yoluna qoyacağım. Hər şeyi həll eləyəcəyim. Darıxma. Darıxma sən. Görsünlər mən nə edəcəm bu ara. Qaqa, səndən bir dənə xahiş edeyim mənə, qaqa. Çıx çöldə bir dənə 2 dəqiqə, 3 dəqiqə biraz fırlan. Biraz əsəbiyəm, səni görməyim, sakitləşim. Olar, qaqa, olar. Durma imam oğlu. Oldu. Baş üstə qətiyyən problem yoxdur. Oldu, baş üstə. Oldu, sağ ol. Mətləb, deyəsən, kimsə sənin naqqazat eləyib gücdü. Yaman üzr istəyirsən, ha. Bəli, baş üstə. Naqqazat eləyirsən də. Bəsdi xala sən gələnmişdi. Aha, nə deyir? Bu tarixə vurmamışıq ikimiz də. Sizdən yaşda böyüdü. Olsun da. Qəlbi sınıqdır biraz. Gəlmə ondan üzr istəyin. Bu söhbət olsun, geçsin. Biz də düşək gedək də, indi hər nə özümüzən zarmı, hamısını rasxodun ödəyirlər də qardaş. Mətləb, ola bilər sənin bədənin pazvazət eləyir kimdənsə də üzr istəməyə. Məhəbbət nənəsinin adını daşıyır. Məhəbbət heç kimdən üzr istəməz, həyatında üzr də istəmir. Heç qabama, Düş getir üzr istəyir. Yaxşı, yarın qıca, deyəsən sözüm xətrinə dəyir. Deməli, çıxalım. Yaxşı, sözüm xətrinə dəyirsə üzr istəyirəm. Davay getdim, görüm.
nene, can nene, balamın balası, ab balamın balası, görsene nene ne alın, maşın almışam sen. Ceyran nenen de o qabiliyyət yox diye sana ne sağlsın. Xoş gəlmisiniz Zərdüşan xala. Ana, qapı bağlıdır. Siz necə keçdiniz içəri? Sən elə bilirsən ki, elə qapının açarları ancaq sən alınla bacında ola bilər. Qismətin də anası ilə bacısında var o açarlarda. Zərnişan, qızı ər evində döyülüb qovulan analar kimi nə qazdı gəlmişsən üstümə, hə? Televizorun kodunu al, başlayaq. Halim Əli. Ha. Bu Xansuvar hardadır? Allah Xansuvara kişi yaxşı görmür. Dedi 2 dənə şabalaq qoydum, qovaladım buradan. Doğrudan. Ha, güya Xansuvarlarla klient dağıdırdı buranı. Onsuz da bir aydır qapını açıb klient gəlmir. Ona görə də qadanım, tək özüm işləyirəm. O da var, ha. Xansuvara etkir. Salam. Salam. Vay, salam. Ha, buyurun, buyurun. Hamakımın qızdırması var idi. Termometrini ölçəndə düşdü, qaldı orada. Cavallıqdır da. Buna bir çox üsullar var. Yəni əllə var, sonra üfürüb, oxuyursan, üfürürsən o da elə. Amma cavalı verin. Cavalı ilə şey deyəcək. Oturun bunu bir ay cavalıyaq. Xoş geldiniz. Cavalı xanışam. Xahiş edirəm, biz burada baytar klinikası, burada heyvanları müalicə eləmirik. Baytar klinikası, səviyyəli bir yerdir. Xoş geldiniz. Olasın. Cavalı verin sizə. Cavalı sonra. Cavalı? Hə, Xansvar neymişsən isə? Heç nə. Ona yun corab satmışam axı. 1 manat 50 qəpiyə. Özü kreditdə. Düz günə 5 qəpikdən verirəm də. Mən də tez bazar taksiyə mindim gəldim. Dedim 5 qəpiyi götürüm verim. Mən evdeydim. Salam aleyküm. Salam aleyküm, salam aleyküm. Xansvar Həkim hanım? Xansvar Həkim yoxdur, nə olur ki? Mənim toyuq fermamda bütün toyuqlar qırılıb batır. Bilmirəm bu nə xəstəlikdir. Yəqin siz də yoxlamısınız. Yəqin sizdən keçdi. Bir fermadır, üzr istəyirəm. Bir neçə fermadır. Bir neçə firma. Mən 5-10 dəqiqə Xansvar Həkimi tapış gətiririk. Narahat olun. Siz gedin ünvanı götürərsiniz. Get. Gözlə orada mən sənə başlayacağım. Get Xansvar tap gətir. Barışdırın. Onda o sancağın pulunu ver də. Nə sancağı? O bayaq sən klientdən daşında sancağı sal. Bu sancağı. Bu necə olsun? Bu neçədir? 99 qəpik. Ne dağıldı sana? Başın bir taraftan yiyip dağıldı. Sen bir taraftan yiyip dağıldırsan. Ne de? Senin başının bir yeri var ya, ben istəyirəm onu kökəldirəm. Sen nedir? Neyinirəm səni mən? Abbas, indi pulumuz yoxdur. İndi həmişə belə olası deyil. İş güc tapıb bir şey fikirləşəcəm də bu vəziyyətdə həmişə qalası deyil ama. Abbas, niye yiyorsun? Yediğinin pulunu öde. Hele sen işte. Tamam, kalın sana doğru. Allah. Özümə gəl, yaxşı. İndi mən deyəcəyəm. Hamımız güləcəyik. Yadımdadır. Kəstdə bir eviniz var idi. Mal beynindən. Pəncərəsinə də klonka vurmuşdunuz. Damını da qamışdan hörmüşdünüz. İndi oturmuşsunuz mənim balamın 4 mərtəbə villasında. Xanımlıq eləyirsiniz. İndi elə bilirsiniz ki ya, qar yağdı, peynimiz üstü örtüldü. Sonra qaynanama cavab verə bilmirəm ki, sonra hamı deyər gəlin hayasızdır.
Amma sənə cavab verməsəm, el aləm deyər ki, gəlin maymaqdır. Baldızını yerinə otuzdura bilmədi. Qızım. Qorxdu mu? Sən konturunu işlətmə. Vızv üçün saxla. Məndə abunədir. İmkan ver, bunların zaryatkalarını söndürüm. Hə. Az çəpiş, belə Ceyran. Eləmə ki, bu qızını da boşaltdırım. Bu biri qızın kimi. Qaplarda qulluqçular Harada sana sen bırakalım? Demədin İnat mənim maşını yuyur, mən də maşını yuyurdum. Çemçir mi üstüme? Gedalar gördü, esas karar gayret. Ver gel. İnayet müəllimin maşından benzin çəkdin. Yox. Qara ox. Mazəbəli 5 manat işte, 5 manata. Hiç tutar ver, hiç tutar ver. İnayet müəllim, nuş olsun İnayet müəllim. Mən bu işçiyim. Səhvən edib ki, sizin maşının təkərini yaxşı qaratmıyız. Onu bir dənə açarı verəz, bir dənə təkəri qaratsın da. Bir də bir şey deyim, işçimdən kimin narazısınsa deyin, onu bu dəqiqə cəzalandırım. Çəkirəm. Ana gec. Mənim maşınıma çətük. Bildin, 5-də kondisteri var. Baka 5'ində bagajı var. Yaxşı. Bir də restoran qavanı sivil var, onu da atarsan. Yaxşı. Yaxşı. Ağıllı ol, yaxşı. Yaxşı. Getdin. Kül mənim başıma. Dipdən tüş 07-dən benzin çəkdi, zibil Ay Etibar, sən bu evin nə vaxt təmir edib təhvil verəcəksən ki, mən də Talihlə barışım, köçüm, gəlim oturum bu evdə. Barsanımı hazırdır, ola çarır. Notariyan hazırdır. Hazırdır, nə qalb ki, Arzu xanım? Bəs silik sistemləri? Hə, istilik sistemində siz Arzu xanım. Siz bura köçməmişdən yarım saat əvvəl mənə zəng vurursunuz. Mən işimi gözümü atıb gəlirəm bura. Bu polu sökürəm, divarı da çapıram, turba sistemi çəkirəm. Ondan sonra polun üstünü laklayıram, divarı sıvağım vurup, aboyuna vurup təhvil verirəm sonra. O ki burada. Bəs hamam? Hamamda hazır deyil axı. Hamam. Hə, bu siz bura köçəndə bu beşləri ki daşıyasınız evə. Ona kimi mən hamamı təhvil verəcəm. Arzu xanım, dövr indi o dövr deyil. İndi lapatka ilə, molla iş görəsən. Bu preparatla kafeli deşəcəm. Ondan sonra turba sistemi çəkəcəm. Hardasa mənə lazımdır bir 20 dəqiqə təhvil verim üstünə. Var burada? 19 dəqiqə. Sən nə danışırsan Etibar? Sən bilirsən bu evdə hələ nə qədər iş var? Mən belə başa düşürəm, hələ mən 2 ildə minnətli evdə yaşayacağım. Halə mənim, gətirdim. Hansı var? Cəmaatın toyuqları qırılır, keç. Firmalar, qazançlar bizi gözləyir. Sən burada məndən küsürsən, küsmək vaxtı deyil, pul qazanmaq lazımdır. Hansı var? Ərkəs ölküsəyər. Halə mənim. Mən sizi çoxdan tanıyıram. Mən sizin xasiyyətinizi əzbəri bilirəm. Əgər siz bir dəfə mənə şapalaq vurdunuzsa, dadanacaqsınız. Talih mən gəlin belə eləyək. Siz Xansuvara şillə vurmuşsunuz. Aha. Qoy Xansuvar da sizə şillə vursun. Onu uğraşıq da. Bu nəşə mi? Vursun. Ay sağ. İndi mən belə mətləb yaxşı vuruyorsan, olsa mən təxminə hamı işləsin.
başı Ermez'deki. Dostlar, emekler kimsesine Fadime Eşkireyskop. Who closed the door? Talib müəllim, qapı o yanda diye. Ha, o yanda. Yazığın proqramını da pozulmusan, bilmir ne? Ata, məni yol çəkməyə apararsan. Aparacam. Nə var, məni yol çəkməyə apar, ata. Aparacam. Mama, bir de icazə ver yine o gəlinin saçından tüm gətirmə yazın altına. Otur yüz üstəsin sənlə, yalvarsın sənə. Bir de icazə ver. Diyan sen bir dəqiqə diyan. Görürsən ki o atakaya keçmir. Elə ki gördün atakaya keçdi. Sen de kontra ataka ilə bildin. Yaxşı. Ha bir de ki Ceyran. Bu villa mənim oğlumundur, düzdür. Desə qatıq ağdır. Desə qatıq qaradır, deməli qaradır. Bir de ki bundan sonra buraları özüm nəzarət eləyəcəm. Mən nə deyirəm ki? Nə də deyə bilərsən? Heç nə. Heç nə. Deyər ki, bu qatıq ağdır, qatıq olar ağ. Deyər ki, yox, bu qatıq qaradır, qatıq olar qara. Bəli. Ay mama sen niye razılaşırsan axı? Bala, narahat olma. Qoy bu qatıq satanlar geçsin. O biri qatıq gələr. Onun ömrü mən çürüdüb şora döndürəcəyəm. Yoxsa mənə ceyran deyilsin. İsmail, bu pul alın təriyle təmiz qazandığım puldur. Sən ki o müştəriləri yalandan gətirib talihi anlattım ha. Mən də görə bu şilləri qulağının dibinə tutuzdurup heyfimi aldım ha ondan. O mənə hər şeyi deyir. Sən zamına bax, əlim Kulağın pərdəsi yapışıb çalar və. Bəkdən vurmuşsun. Hansı var? O müştəri söhbəti oyunuydu, mənə qurmuşdunuz, ha? Buraya la, buraya gəl. Mənim mən vurma. Bir dənə o cibindəki dəsmağın pulunu ver. Sonra nə qızsan döy məni. Nereye sonra? O cibində. Bu nə oxumsan, nə cibində? O bayaq yol çəkməyə gedirdi ya. Onda qoydum ki, yolda lazım olar. Bu neçədir? 99 qəpik. Salam Talay müəllim. Səcili xansvara kim lazımdır? Razı müəllimin ən sevdiyi papuqaları da ölür, qoyma, xahiş edirəm. $500 da pul verirəm sizə. Yəni, bunlar ölməsinlər, olalım mı? Bu variantlar mənə keçmir. Sən variantındır, sənin adamındır. Yo, nə mənim variantım? Biz görmürsən, əlində nəqdi pulu var. $500 özdə. Mən nə edirəm mən? Onu xansvar tapım. Pulum yoxsa sonra götürərəm İsmail. Ata, bəs bu 99 qəpik. Vay xansvar. Ay xansvar. Mən tərslik eləmə, neynədim, bir şapalaq vurdum. Gəl sən də mənə bir təpik vur. Çək YouTube'a qoy rüsva elə. Barışaq ay xansvar. Ha sonra. Yox, mən o evə gəlmirəm. Sonra mən sana deyirəm axı. Mən kişi kimi o evdən küsüb çıxdım. Mən o evə qaydası deyiləm. Anam deyir. Hə? Gəlin. Hara gedirsən? Abbas. Hara gedirsən, nə qaqa? Düzəldi. Mən çıxıb gedirəm evimə şeyimə. Sağ ol. Yəni, həmişə evindəkindən bir söz demirəm sağ qaqa. Prosto mənim üçün iş birinci də, ailə ikinci üçüncü belə. Ha. Qaqa, bu işlər nətər oluyor? Bunları kim görəcək? Ay nə bilim, kim görsün, özün görürsən qadasına. Onda qaqa, mən sana pul verməyəm abi. Ay, lazım deyil sənin pulun, mənim puluma nə olubdu? Sağ ol, Abbas. Hayda, gül kimi bir qarın yeməyə pulsuz ad işlədirdi beni. Hardan tapacam, mən qismət kimi işçini.
derler kolu güçlü çıksa. Gel kadın alım gel. Ne olup başına dönür? Hansılarla barıştım, biraz üstüyüp barıştım. Hey kadın alım gel bu. Gel mamayın yanında dur. Deməli belədir başına dönüm. Mən bunların ikisiyle də nə tər lazımdır danışmışam. Özləri də səhvlərin başa düşüblər. İndi sən böyük kimi bunların hərəsinə belə möhkəm bir şillə vur. Bununla da barışın qutarsın. Söhbəti bir dəfəlik bağlayaq mama. Başlarsan, mən şapalaqlayıb eləməzlər. Ədə yox, durmuşam burada. Başda görək. Başlayıram. Qurtqanı soyun istəyirsən. Yo, belə yaxşı. Bir samtıma dur, vurum səni pola yapıştırım. Ha bir samtıma dursan. Ay, kaça vurum benim. Ay, vur geçsin, bir iş oldu ayna. Ben mətləblə bir müddət küslü qalmaq istəyirəm, ona şabalaq vurmaq istəmirəm. Yaxşı, belə barışdıq. Mətləb barışdıq, bir də mən vurma, barışdıq. Öyle onda belə eləyək də, kakraz mənlə də öpüşək, görüşək, barışaq. Boşa düşmədim ha, məhəbbət. Boşa düşmədim ha? Mən boşa düşmədim, kim sənlə barışmaq istədi ki, sən əliniz olsun, hə mənə? Sən niyə mətləblə barışıb, öpüşüb görürsən, mənlə barışmazsan şapalaq vursan, başa düşmədim. Mən mətləbə şapalaq vurma. Yox. Oy, bağışdı. Allah, bu da mətləbin əvəzinə. Barışdıq hamıyla. Mətləb ağıllı ol, dəli koy şey ama. Tutaram sənin kulağını. Bağladın otaqların hər yana bağladın. Bağla. Çox sağ ol. İndi get koridoru da bağla. Gedə bilərsən. Ceyran. Hər yerə kamera qoydurmuşam. Özüm nəzarət eləyəcəyəm villaya. Balamın villasına. Mama qurban sənə. Şimal kimi oğul deyə. Yaxşı. Mən getdim. Özündən müğayət ol. Bunları da başıma mindirmə. Mama, ay mama. Qarasın hanım. Şeydi bu spandakı kameranı deyirəm bəlkə yığışdırasın. O kamera göstərmir. Səsi yazır. Səsi yazacaq amma. Salamat qal özündən müğayət ol. Onları da mindirmə boynuna.